Qarşılı ötürmə. Birinci baxırıq düz qarşılı ötürməyə. Düz qarşılı ötürmə, ümumiyyətlə qarşılı ötürmə nədir? Çevrələrin bir qarşıla bir-birlərinə bağlanaraq hərəkət etməsi. Qarşılı ötürmədə deməli bir çevrəni hansı sürətlə çeviririksə, hansı sürətlə hərəkət etdiririksə, ikinci çevrə də ona bağlı olduğu üçün eyni sürətlə hərəkət edəcək. Yəni burada yazarıq ki, V1 bərabərdir V2. Yəni xətti sürətlər bir-birinə bərabərdir. Xətti sürətlər bərabərdir. İndi bu bərabərlikdən mən nə çıxara bilərəm? Məsələn, tezliyi, periodu, daha sonra dövr sayını və s. çıxara bilərəm. Necə çıxaracağam? Sürətin düsturunu bilirəm ki, V ümumiyyətlə, təkcə birinci yazaq V-nin düsturunu, sonra onları bərabərləşdirək. V bərabərdir 2 pi r-n-dir, düzdür? Bu mənim sürətimin demək ki, düsturudur. Buna görə yazsam əgər nə olacaq? 2 pi r1 vurulsun n1 bərabərdir 2 pi r2 vurulsun n2. Buradan 2 pi'ləri ixtisara aparsam qalır nə? R1 vurulsun n1 bərabərdir r2 vurulsun n2. Və buradan da tənasüb kimi yazsam, yəni kəsir xətti kimi yazsaq nə olacaq? Deməli, n2 bölünmüş n1'ə. Yəni bu nə deməkdir? Bu deməkdir ki, tezlik radiusla tərs asılıdır. Bax, qeyd edirəm bura. Tezlik radiusla tərs asılı. Tərs asılıdır. Yəni mütənasiblikdən görürəm də, hardan aldığımı başa düşdüyün yəqin ki. Daha sonra və mən bilirəm ki, tezliyin düsturu nədir? N bərabərdir n böl t. Düzdürmü? Bu düsturdan istifadə edərək gətirib bax bunun yerinə qoysam, bax bunun yerinə yazsam bu düsturu, o zaman nə almış olacağım? R1 vurulsun n1 vur t bərabərdir R2 vurulsun n2 bölünsün t. T'ləri eyni yazıram. Niyə görə? Çünki eyni vaxtda fırlanırlar. Buradan da t'ləri ixtisar aparsam nə qalacaq? R1 vurulsun n1 bərabərdir R2 vurulsun n2. Demək ki, buradan da nə nəticəyə gəlirik? Radius, daha doğrusu dövr sayı radiusla tərs asılıdır. Deməli, əgər iki çevrəsi bir dövr edirsə, bir çevrəsi iki dövr edir. Bu nə deməkdir? Yəni, radius çoxdursa, o bir dövr eləyənə qədər, yəni ikinci çevrə bir dənə dövr eləyənə qədər birinci çevrə iki dövr eləyəcək. Çünki niyə? Radiusla tərs mütənasibdir. Daha sonra, indi bunu bildik. Sonra, bax, əgər tezlik radiusla tərs asılıdırsa, tezliyin də periodla, tezlik həmçinin periodla tərs asılıdır axı. Periodla tərs asılı olduğu üçün period radiusla düz asılı olacaq. Düz asılı olacaq. Bax, period nə idi? Bir tam dövrə sərf olunan zaman, düzdür? Yəni, ikinci çevrəm, radiusu böyük olan çevrəm daha böyük period sərf eləyəcək. Kiçik olan çevrəm isə daha az vaxt sərf eləyəcək. Daha az, periodu daha az olacaq. Yəni, periodla radius bir-birindən nədir? Düz asılıdır. Bax, bunu da yadınızda qalsın. Sonra var bucaq sürəti. Bucaq sürəti, yəni omeqamız necə asılıdır? Əgər 2 nöqtəsi 1 dövr edəndə 1 nöqtəsi 2 dövr edirsə, demək tezliklər necə olmalıdır?
Deməli, n2 bərabərdir 2n1-ə, düzdürmü? Tezliklər bu şəkildə olur. Və biz bilirik ki, bucaq sürətinin düsturu nədir? 2pi n, düzdürmü? Yəni, omega 2 bərabərdir 2 dənə omega 1-ə. Yəni, tezliklə bucaq sürəti bir-birindən düz asılıdır. Bax, bunu bildik ki, düzdürmü? Gətirib bunu düsturunu yazsaq, və biz bilirik ki, V-lər də bərabər idi. Bunun düsturu nə idi bucaq sürətinin? Omega bərabərdir V bölünmüş R. Düzdür? V-lər zaten bərabərdir. Omega ilə 1 bölünsün R. Yəni, bucaq sürəti, bax, bunu da qeyd eləyək. Bucaq sürəti radiusla tərs aslıdır. Radiusla tərs aslıdır. Bax, indi buradan mütənasiblik yazdıq, bütün düsturları yazdıq, demək ki, sayla yazdıq. Bax, dövr sayı radiusla tərs aslıdır dedik. İndi burada bir dənə düz aslı olan nə oldu? Sadəcə period. Yəni, qayışlı ötürmədə, düz qayışlı ötürmədə radiusla düz aslı olan sadəcə perioddur. İndi bəs deyərik ki, onda təcillə necə aslıdır? Təcili də bilirik ki, V bərabərdir. Təcilin düsturu nə idi? Daha doğrusu A bərabərdir V kvadratı bölünmüş R-dir, düzdürmü? Yəni, burada zaten sürətlər bərabərdir. Təcillər də eyni şəkildə radiusdan tərs aslı olacaq. Yəni, A1 bölünmüş A2 bərabərdir R2 bölünmüş R1 olacaq. Yəni, radiusdan təcil də tərs aslıdır. Sadəcə düz aslı olan nə oldu? Period olmuş oldu. Və həmçinin omeganı da yazsaq, omega 1 bölünsün omega 2 bərabərdir R2 bölünmüş R1. Bu şəkildə. Demək ki, düz qayışlı ötürməmiz. Bir də var bu çevrələrin hansı tərəfə fırlandığı. Bax, düz qayışlı ötürmənin əsas fərqi odur ki, məsələn, mən bu çevrəni bu istiqamətdə fırladıramsa, yəni sağa, yəni sağa təqrəb istiqamətində, birinci çevrəm də o istiqamətdə fırlanacaq. Yəni, hər iki çevrə demək olar ki, eyni istiqamətdə fırlanmış olacaq. İndi isə keçirik tərs qayışlı ötürməyə. Deməli, ikincisi tərs qayışlı ötürmə. Deməli, tərs qayışlı ötürmə nə formada olacaq? Çəkim. Tərs qayışlı ötürmədə də yenə də sürətlər bir-birinə bərabərdir. Deməli, xətti sürətlər bərabər. Xətti sürətlər bərabərdirsə, deməli, radius tezliklə, bucaq sürəti ilə, təcillə, dövr etmə sayı ilə necə asılıdır? Tərs asılıdır. Tərs və sadəcə periodla düz aslı olacaq. Düz aslı olacaq. Deməli, buradakı sadəcə fərq odur ki, fərqli istiqamətlərdə hərəkət eləyəcəklər. Məsələn, mən bunu sağa hərəkət etdirəmsə, bax, buradan hərəkət eləyəcək bu, gələcək, bunu artıq əks istiqamətdə hərəkət etdirmiş olacaq. Bu formada, yəni biri saat istiqamətində gedəndə, digəri saat əqrəbinin əksi istiqamətində hərəkət etmiş olacaq. Daha sonra üçüncü, toxunan disklər. Toxunan disklərdə necədir? Toxunan disklərdə də yenə də onların, bax, birinin radiusu R, birinin radiusu 2R olsun. Yenə də hər hansı bir nöqtə götürək, 1 və 2 nöqtəsi deyək. Yenə də toxunan disklərdə V1 bərabərdir, V2-dir. Yenə də eyni şəkildə, yəni burada yazdığımız buna da aiddir. Toxunan disklərə də aiddir, yəni düsturlar eynidir. Sadəcə dedik, periodları düz aslıdır, qalan hər bir şey demək ki, radiusla tərs aslı olacaq. Bir də məsələn, dövr sayını təyin etmək üçün tutaq ki, bu
2n getmiş olsun. Bunu bilmirik ki xn olacaq da. Bilmirik ki nə qədər dövr eləyib. Və yaxud da buna 2 deməyək, lap 4 deyək. Və yaxud da böyük bir rəqəm götürək, buranı 8 dövr deyək və bunu təyin eləyək. Necə olacaq? Deməli, nə idi? R1 vurulsun N1 bərabərdir R2 vurulsun N2 düsturundan təyin eləyirik. R1 neçədir? R vurulsun 8N bərabərdir 2R vurulsun N2. Yəni, ikinci çevrənin dövr sayını təyin etmək üçün, bax, N'lər gedir. Yox, N'lər getmir, daha doğrusu R'lər gedir. Burada R'lər gedəcək. Nə qalır? 8n bərabərdir 2n2-yə, düzdür? Buradan da n2 bərabərdir 4n olmuş olur. Bax, həqiqətən də deməli, kiçik çevrə 8 dövr edəndə, böyük çevrə, yəni ondan 2 dəfə böyük çevrə isə onun yarısı qədər, yəni 4 dəfə dövr etmiş olur. Aydındırmı? Yəni dövr sayını biz bu cür təyin edirik. Daha sonra dördüncü, demək ki, dördüncü fırlanan disk. Tərpənməz ox ətrafında fırlanan disk və yaxud da kürəni biz demək ki, necə təyin edirik, onda işlər necədir, onu deyəcəyik. Deməli, 2 dənə çevrədir, iç-içə, bax, bu biri fırlanan disklərdir. Bu da içərisində bir dənə balacası. Deməli, bax, bunun radiusu R-dir, bununki isə 2R-dir. Yəni, ümumi buranı biz 2R götürürük. Düzdürmü? Deməli, bura deyirik 1 nöqtəsi, burada deyirik 2 nöqtəsi. Fırlanan disk üzərində nöqtələrin periodları eynidir. Yəni, ikinci disk, böyük disk neçə saniyəyə dövr eləyirsə, birinci diskdə eyni saniyədə dövr eləyəcək. Yəni, bir tam dövrü o saniyədə gedəcək. Yəni, periodlar bir-birinə bərabərdir. Periodlar bir-birlərinə bərabər olduğu üçün bucaq sürətini mən 2pi bölünsün T şəklində yazsam, buradan nəyə almış oluram? Əgər periodlar bərabərdirsə, demək ki, bucaq sürətləri də bir-birinə bərabərdir. Aha, bucaq sürəti bərabərdirsə, bucaq sürətinin düsturu nə idi? Omega bərabərdir V bölünmüş R, düzdür? Bucaq sürətləri bərabərdirsə, buradan sürəti alsaq, V bərabərdir omega R-dir. Demək ki, nə görmüş oluram? Sürətlə radius bir-birindən düz asılıdır. Yəni, nə deməkdir? Radius artdıqca, bax, burada qeyd edirəm, radius artdıqca sürət artır. Sürət artır. Yəni, V1 bölünmüş V2-yə bərabərdir R1 bölünmüş R2 olacaq. Daha sonra, indi sürətlə radius düz asılı olduğu üçün, demək ki, avtomatik təcillə də A bərabərdir V kvadratı R-dən, təcillə də sürət düz asılı olduğu üçün, demək ki, təcillə radius da düz asılı olmuş olacaq. Deməli, mərkəzdən uzaqlaşdıqca sürət artır, mərkəzə yaxınlaşdıqca isə sürət azalır. Daha sonra, məsələn, tərpənməz ox ətrafında fırlanan diski misal göstərə bilərik, kürəni daha doğrusu, bax. Bu şəkildə, demək ki, qeyd etsək, bax, radiuslarını qeyd etsək, bura R-dir. Buranı məsələn 2R-dir, çünki bura mərkəzdir, düzdür, bunun radiusu daha böyükdür, burada R-dir. Bax, bu yazdıqlarımız hamısı buna da aiddir. Demək ki, necə oldu? Periodlar bərabərdir, sadəcə sürətlə, təcillə radius düz asılıdır. Əgər periodlar bərabərdirsə, demək avtomatik tezliklər də bir-birinə bərabər olacaq. Daha sonra dövr sayıları da bir-birinə bərabər olacaq. Çünki birinci nə qədər neçə dövr eləyirsə, onun üzərində daxil. Yəni, ikincinin üzərindədir. Demək ki, ikinci çevrə də eyni qədər dövr etmiş olacaq. Sonra dönmə bucaqları, filəri də bir-birinə bərabər olmuş olur. Bu şəkildə. Eyni şəkildə, bax, dedik ki, kənara getdikcə, mərkəzdən uzaqlaşdıqca sürət böyük olduğu kimi təcil də böyümüş olacaq.